Herkes selam, kanalıma, videoma hoş geldiniz. Necəsiz? Yeni vlogla karşınızda. Mən Game Ice, bu kanalın sahibi, yani Aysundur əziz və hörmətli gözəl izləyicilərim. Yeni vlog çox gözəldir, yəni bu vlog. Xahiş edirəm sona qədər izləyin. Kanalıma da abunə olmağı, bu arada kanalıma da abunə olub, videoma da like atıp bol və gözəl yorumlar yazmağı da unutmayın. Sizi çox sevirəm. Bugün deməli hatta ilk 2 günlük vlogumu çəkirəm. Həmişə elə günlük bir günlük vlog çəkirdim. Dedim həm uzun olsun vlog, həm də qoy 2 günlük vlog olsun. İlk 2 günlük vloguma ona görə də nəyəm siz? Xoş gəlmisiniz. Bəli. Deməli bugün vlogumuzun 2 günlük vlog olduğuna göre bugün ilk günüdür vlogum. Çok güzel. Birazdan benim kargolarım gəlməlidir. Gözəl kargolar sifariş etmişəm. Əlbəttə o kargolar gələcək. Sizinlə birlikdə gözəl unpacking edəcəyik. Bəli. Deməli səhər saat 10-da uyanmışam. Bəli. Bəzənə dönən havalı saat bu arada 12-10 dəqiqə işləyib. Uca mən 1 saatdır oyanmışam. Bəli. Demək olar 1 saatdan önce çox nə olacaq ki? Deməli gözəl unpacking edəcəm çünki kargolar gəlib. Durmuşam və 12-10 dəqiqə işləmiş. Artıq makyajımı bitirmişəm. Elə mən hal-hazırda saat 11:20-dir. Arkadaşlar böyle. Deməli çinmək istəyirəm və qəşəng baxım eləmək istəyirəm. Amma ilk öncə biz yeməklər sifariş etmişik. Nə qədər onları göstərim sizə. Aparaq belə sandviç, soram, belə dönər, belə salat, soram, belə bir şey, qoğaldı. Noodle, pizza, kola, her şey. Mamanın bugün halı yoxdur yeməyə pişirməyə. Bizə dedik. Bizdə də axıt yoxdur. Görün niyə gedək heç nə. Pişirək. Demək, evet. Arkadaşlar öyledir bir şey. Bacım da buradadır. Herkes salam deyəsiz. Salam aleyküm. Aleyküm salam kankim. Kızlar mən hal-hazırda nə edəcəm desəz, bunu aparım. Bir mama gözümü qəşəng baxım edəcəyim. Kızlar. Kızlar, siz heç məni belə təbii saçlarımla görmüşdünüz. Bəli. Biz yemək yedik və saat hal-hazırda oldu 12 tamam. Və sonra mən girdim hamama, qəşəng çimdim. İndi isə hal-hazırda baxım edəcəm. Otağımın yanındakı olan, yəni daha doğrusu otağımda edəcəm qəşəng baxımımı əlbəttə. Yəni bura hələ ki hamamdır və mən hamamda əynimi belə geyindim ki, sizə bir dənə deyim də nə var, nə yox. İlk dəfədir ki saçlarımı təbii halda yəni buruq kimi dalğalı olan görürsünüz. Əslində mənim saçlarım həqiqətən də belədir. Evet. Gerçəkdə də böyledir arkadaşlar. Evet. Yəni demək istəyirəm ki qızlar, yəni sözüm ondadır ki, mənim saçlarım əslində keratin deyil. Soruşdu saçlarım keratindir və xeyr, saçlarım keratin deyil. Sadəcə olaraq mən həmişə vlog qarşısına çıxarkən saçlarımı tez bir dənə klotka eləyirəm. Yüngül var və tez bir dənə klotka. Neb klotka eləyirəm. Və bir neçə ay fasilə verəcəm uje klotka eləməyə, çünki ziyandır və təbii saçlarım belədir. Qızlar, mən deyirdim ki, mən bu halımda qapı açmayayım, heç kimin qarşısına çıxmayayım. Bacımın qapı döymə şəkli. Tak 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 tak. Nə bilim də. Salam. Hello arkadaşlar, necəsiz? Bilirdim vlog çəkdiyimi. Pardon. Necə? Necə deyəndə ki? Dedim ki arkadaşlar falan da qapıda. Hə bildim. Belə işlər saçım belə. İzləyicilərin iktifidən görsən saçımı. Bu mənim saçım düzdür.
Hı. Ağılla çünkü keratindir. Evet. Belə qəşəng stolu qoyuruq qızlar və otururuq. Çünki baxım edirik. Bəli. Yenirik çünkü baxım time yapıyoruz. Evet. Neyse. Evet, deməli başlayaq qızlar məncə. Biraz da sular xatacağım. Belə oturaq. Deməli, ilk öncə mən nə edirəm baxım zamanı. Üzümü silirəm belə qızlar. Sonra bunu atdıq bilə. Sonra nə edirəm desəz əgər. Dəqiq saçlarımı belə bir şampunla bununla vuraq gəlin. Gəlin bir dənəsin. Qəşəng. So qızlar. Var o əlimdə gördüyünüz qızılı qəhvəyi saç üçün vasitə şampunu mən saçlarımı həm uzatmaq vasitəsində, həm parıldatmaq üçündür, həm də daha qəşəng qoxu vermək üçündür, yəni. Çox gözəl eləyir saçlar həqiqətən. Belə deyək, bunun da telefonu mənə yaxşı. Baxın, bunu belə üzümüzə qəşəng sürtürük. Üzümüzə vurur şampuanı. Mən bunu 2 dəfə sürtürəm, şu qəşəng. Bol gözəl qızlar, hər şeydən ləzzət varaq eləmək lazımdır əlbəttə. Bunu niyə çıxartdım? Amma yaxşı etdim elə. Həqiqətən bu arada yaxşı etdim ha. Neyse. Evet, sonra gözlərimin altına neyəcəm? Bundan istifadə edəcəm. Baxın. Və beləliklə oldu qızlar. Gözlərimin də altı. Belə gözəl. Bu arada baxım etdim, bitirdim. Bəli, hal-hazırda saat 2-dir. Tamam 2, tamam. Baxım etdim, əynimi geyindim, kombin fikirləşdim. Super dənə kombin alındı məndə. Hətta görün gözlüyüm aksesuarlar arasına taxaq da. Bəli. Çox qəşəng. Aksesuar olaraq ürəkli mini sırğalar taxıram. Çox qəşənglər həqiqətən. Boyunbağ olaraq nə taxaq deyə düşünürəm. Elə. Amma elə. Elə məncə bu daha yaraşmam. Çoxdan zaten bunu çıxarmıram. Büzük, yəni boz ya da ki bu. Deyirəm, bax, məndə pəmbə bir şey olmalı. Burada bir şey var. Bunu taxıram. Məndə belə bu çəhrayı oversize duran qəşəngdən sarıçqa var idi xətlə. Düz xətlə və belə bir dənə çəhrayı şalvar var idi. Bilirsiniz, cins materialındadır və çox gözəldir. Super qalın da bu arada bu şalvar. O qədər sevirəm. Bu şalvarın üzərinə belə labubu falan, sticker falan da, stitch falan da taxa bilərsiniz. Yəni çox gözəl olacaq əlbəttə. Mən taxmıram, bir o qədər də abart olmasın. Mən sən saçları qəşəngdənəm. Şirin olsun kombin. Qızlar, kombin hər şey hazırdır həqiqətən. Superdim. Hər şey, yəni mən bayıldım, mükəmməldim. Gördüyünüz kimi belə gözəl bir çəhrayı kombin alınıb məndə. Çanta olaraq əslində heç nə taxmıram. Sadə və gözəl belə getmək istəyirəm. Məncə belə rahat və gözəldir. Sadə, çox qəşəng oldu. Çox belə şirin bir kombin look olundu. Məndə belə gözəl look, şirin look alındı qızlar. Sizcə bilmirəm, necə gözəl
Məncə sizə yarışacaq. Sizə yarışmayan şey yoxdur çünki arkadaşlarım benim güzellerim. Deməli qızlar hara gedirəm heç özüm də bilmirəm. Bu gün sizə qəşəngdən baxım elədik. Hazırlaşma. Deməli hara hazırlaşıram bilmirəm. Baxım plus make-up. Baxım plus make-up. Deməli hazırlaşma və saçım keratindirmi sualına cavab oldu bəyim. Yəni çox qəşəng oldu. Saat hal-hazırda 3 olmağına baxmayaraq, amma yenə də olsun arkadaşlar. Biz gidelim nereye? Hara gedirik? Bəzi işlərim. Deməli qızlar, gəlmişəm hara? Bəli. Mən gəlmişəm nənəmgilə, yəni kəndə. Ani qərarla gəldik, həmən durub gəldik Xaçmaza. Dedim qoy sizə sürpriz olsun bu vlogda. Və belə işlər ki qızlar, sabah da vlog çəkəcəm, kənd vlogu. Biz kəndə gəldik Xaçmaza. Bir dənə buranın gözəlliyinə baxın qızlar, süperdir də. Ev falan sizinlə birazdan tanış edəcəm, narahat olmayın. Gələn vlogda göstərəcəm zaten ev turunu falan. Nənəmgildəyik. Dediyim kimi saat 3-də çıxdıq evdən zaten belə qızlar. Onun dedi ki, bəs durub gedəyik Xaçmaza. Deməli və biz tam-tamına havalı saat bəs neçədir deyim qoyun sizə. 6-dır, 6'dır. Biz indi çatmışıq və uca qaranlıq olmaq üzrədir. Xaçmazda da tam qaranlıq. Olur bir 5 dəqiqə tam qaranlıqdır. Çünki saat uca 6'dır qızlar. Biz yedik, içdik və saat 8'dir hal-hazırda. Hevmənəgildəyik rayonda. Yəni kəndə Xaçmazda. Nə baxın bu dənə. Çaqqal, tülkü, it, heyvanların səsi, təbiət səsi, gözəl hava. Bir dənə işıq, enerji işığa baxınca gözəldir bu təbiət. Çoxdandır gəlmirdik Xaçmaza. Ana yurdum və ata yurdum hər ikisinə. Mən burada yaşayan nənəm bu arada ata nənəmdir. Biz ata nənəmin yanına gəlmişik. Bu arada ata babam da elə atamla bir yerə Türkiyədədir. Nənəm qalıb burada tək, amma heç tək deyil. Biz tez-tez gəlirik bura. Çalışdığımız qədər elə hər ayda anam belə tək olsa belə gəlirik. Hər ayda bir dəfə belə olsa, ayda bir, hər ay, yəni bir dəfə belə olsa minimum gəlməliyik. Ayda yaxın zamanlarda da ayda 3 dəfə falan gəlirik. Bu ay, necə deyim, noyabr ayında 4-cü səfərdir gəlirik. 2 dəfə mama özü gəlib, bir dəfə də 2-ci səfərdir bu. İndi biz gəlmişik. Məncə çox qəşəngdir bura. Nənəmlə gözəl maraqlı söhbətlər elədik, əyləndik. Sizi çox sevirəm. Kanalıma abone ol, videoma like atmayı unutmayın. Bol ve güzel yorumlar yazın. Sizi çok seviyorum. Bay bay. Kent vlogunda yani yarın vlogda görüşmek üzere. Bay bay.